Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün düzbucaqlı prizmanın və silindrin həcmi mövzusuna baxacağıq. Mövzuya keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Biz burada fəza fiqurların həcminə baxmalıyıq da. Həcm dediyimiz zaman həcm V hərfi ilə işarə olunur. V. Və bizdə həcmdir. Həmişə bizə uşaqlar oturacağının sahəsinin hündürlüyə hasili deməkdir. Həcm. Yəni istənilən bir fiqur olduğu zaman biz onun oturacağının sahəsinə baxacağıq və oturacağının sahəsindəki fiqur nədirsə biz artıq üçbucağın sahəsini keçdik artıq. Çevrə verilsə çevrənin sahəsini keçdik. Yəni oturacağı indi biz burada düz üçbucaqlı prizmanın həcmi deyirsə bizə, təbii ki oturacağının nə olacaq bizdə? Üçbucaq olacaq. Üçbucaq olduğuna görə də biz artıq üçbucağın sahəsindən istifadə edərək bu misalları həll etməmiz lazım. İndi düstur belədir ki, bizə verilən ixtiyari bir, məsələn, prizma üçün biz artıq prizma səthinin sahəsini də öyrənmişik. Bu şəkildə, baxın burada, məsələn, mən deyirəm ki, bura bir olsun, böyük H yazacağım bura. Məsələn, bura bir A, bura bir B, bura C olsun. Həmçinin bura A olacaq, bura B, bura C. Məsələn, bizə nə lazımdır? Məsələn, deyək ki, üçbucağa məsələn çəkilən hündürlük. Məsələn, deyək ki, burada bir kiçik H olsun. Onda biz nə edəcəyik? Yazacaq ki, həcmi tapmaq üçün S oturacağındakı fiqurun sahəsi vurulsun hündürlük. Yəni V bərabərdir. Məsələn, yazacaq ki, A vur H bölü 2. Burada artıq bir dəfə yazacaq. Baxın, bu sahə ilə bunu qarışdırmırsınız. Sahədə oturacaqların hər ikisini götürür. Amma burada bir dənə oturacağını vuracaq hündürlüyünə. Bu sahəyə baxanda çox-çox asan olacaq. Yəni bir dənə oturacaqdakı fiqur nədirsə, onun sahəsini tapırıq və ona nəyə vuracağıq? Hündürlüyə. Hündürlüyü də biz artıq bilirik də bu iki dənə üçbucağı əmələ gətirən xətt idi, birləşdirən xətt idi. Bu xətt bizdə nə verəcək? Hündürlüyü verəcək. İndi gəlin buna misallara baxmağa çalışalım. Buna görə bizə nə deyir? Məsələn, baxın bu suala baxsaq, oturacağındakı fiqur nədir? Üçbucaqdır. Elə deyil mi? Baxın üçbucağın tərəf verilibdir. Həmin tərəfə çəkilən hündürlük verilibdir. Baxın, mən yazıram. Bir də A verilib bizə 5-dir. H, kiçik H verilib 2-dir. Və bir də böyük H da 4-dür. Ona görə baxın, V bərabərdir. S oturacaq. Vurulsun H. Buradan V bərabərdir. Nə olacaq? A vur H böl 2 vurulsun böyük H. Gəlin yerinə yazalım. 5 vur 2 bölünsün 2 vurulsun 4. Bununla bunu ixtisar eləyərəm. Nə qaldı burada? 5 vurulsun 4. Cavabımız neçə elədi? 20 şəklini alacaq. Sonra gəldik nəyə? Gəldik B variantına. Baxın B variantında da yenə eyni şəkildə bizə verilənləri yazalım. Tərəf verilib bizə 10'dur. Kiçik H verilib 6'dır. Böyük H da verilib neçədir? 8 şəklində. Buradan V bərabərdir. Yenə də S oturacaq vurulsun böyük H. Yəni 2'də A vurulsun H vurulsun H şəklində. 2'də A 10 vurulsun 6 bölünsün 8'də. Bundan bunu ixtisar etsəm 4 oldu. Yəni bizdə 10 vur 6 vur 4. 6'ını 4'ə vursa 24, 24'ü 10'a vursa cavabımız elədi 240 şəklində olacaq həcmimiz. Gəldik sonra C variantına. C variantında da tərəfimiz 4'dür, hündürlüyümüz 6'dır və böyük hündürlüyümüz isə 10'dur. Baxın uşaqlar, bunları edərkən bu şəkildə qeyd edin ki, sizin yəni çaşdırmayın da. Bəzən uşaqlar yerlərini dəyişdirirlər falan, onda cavablarımız səhv alınır. Yəni bu şəkildə yazmamız lazım. Yenə də S oturacaq vurulsun böyük H olacaq. Yəni 2'də A vur H vurulsun böyük H. 2'də 4 vurulsun 6. Bir də vurulsun 10 olacaq. Bununla bunu ise 3. 12 vurulsun 10 bərabərdir 120 şəklini alacaq. Bu şəkildə olmalıdır. Gəldik sonra
İndi gəldi deyir ki, prizma həcmi altında yazılıbdır. Boş xanaya uyğun ölçünü qeyd edin deyir. Edək. Məsələn, baxın, yenə də düsturu qeyd edəcək. V bərabərdir. Nə yazmalıyıq biz? S oturacaq. Vurulsun H. İndi buradan V bərabər, yəni 2-də A vur H. Bir də vurulsun böyük. Yəni, gəlin verilənləri yazalım. V-nin yerinə yazmalıyım 180 bərabərdir. Tərəf verilməyibsə də A. Hündürlük, kiçik hündürlük verilibdir. Baxın, 3 bucağın hündürlüyü 5'dir. Və bölünsün 2. Bir də vurulsun bura 9. İndi belə misallarda biz bilirik ki, bu ədəd surətə vurulmalı. Baxın, 180 bərabərdir. 2-də A vur 5 vur 9. Sonra bunun məxrəcinə bir açıq çarpaz vura bilərik mi? Tənasüb kimi. Bəli, vura bilərik. A vurulsun, yəni bura 45 bərabərdir. 180 vurulsun 2-yə. Buradan 45 vurulsun A bərabər 360'a. Buradan da A bərabər 360 bölünsün 45'e. Burada neçə eləyəcək? A da bərabərdir 8 şəklini alacaq. Bu bizdə oldu A variantı. İndi gəlin keçəyim B variantını da bu şəkildə qeyd etməyə çalışaq. İndi yenə də V bərabərdir. Baxın, 2-də A vur H, bir də vurulsun H şəklində. Yəni 96 bərabərdir 2'də A vurulsun 4, bir də vurulsun 8'dir. İndi burada 2 ilə bu 8'i falan ixtisar eləyə bilərəm. Bayaq burada ixtisar getmirdi də 5 və 9 2'yə bölünmür. Gəlin bunları ixtisar eləyəmirik. Bununla bunu ixtisar eləyəm. Burada 4 düşdü. Yəni bizə nə qaldı? 96 bərabərdir A vurulsun 4 vurulsun 4'ə. Bunları bir-birinə vurduğumuz zaman 16 vurulsun A bərabər 96 olacaq. Yəni buradan A da bərabərdir 96 bölünsün 16'ya. Buradan A da bərabər neçə elədi? 6 şəklini alacaq. Yəni bu şəkildə olmalıdır. Sonra gəldik C variantına. C variantında da bizə deyir ki, yenə də həcm verilibdir. V bərabərdir 2-də A vur H, bir də vurulsun böyük H-dır. Sonra buradan 45 də bərabərdir 2-də nə olacaq? A 6 vurulsun 3, bir də vurulsun bu H. Bu H-ı soruşur da bizdən böyük H. Mən yenə də burada ixtisar eləsəm bundan bunu. Bura 3. Burada nə qaldı? 45 bərabərdir. 3 vur 3 vur H. Yəni 45 bərabərdir. 9 vurulsun H. Buradan H da bərabərdir. 45 bölünsün 9'a. Yəni buradan H da bərabər nə olacaq? 5 şəklini alacaq. Bu da belə. Sonra gəldik D variantı. D variantında hündürlük verilməyib bizə. D variantı. Yenə də yazır V bərabər 2-də A vur H, bir də vurulsun H şəklində. V neçədir? 198 bərabər 2-də 11 vurulsun H, bir də vurulsun 6 olacaq. Bununla bunu ixtisar eləsəm bura 3. Nə qaldı burada? 198 bərabərdir. 3 vur 11 vur H-yə. Burada hesabladığımız zaman 33 vurulsun kiçik H bərabər 198'ə. Buradan H da bərabərdir 198 bölünsün 33'ə. H da bərabərdir. Yəqin ki 6 olacaq. Hündürlüyümüzü tapdıq. Bugünkü mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.